indiki qıtlıq şəraitində belə işin ahəngi pozulmayıb. İnanmaq istərdi ki, Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunun alimlərinin kəşfləri dünya elminə mühüm yeniliklər gətirəcək. Hələlik dünyanın məşhur kosmonavtları arasında Azərbaycanlıların adı, familiyası gözə dəymir. Lakin inanırıq ki, bir gün gələcək ki, Azərbaycan oğulları da səmanın, fəzanın ənginliklərini öyrənmək üçün uzaq kosmik gəmilərdə səfərlərə çıxacaqlar. Lakin bugün Azərbaycan Kosmik Tədqiqatlar İnstitutunun alimləri öz axtarışlarını davam etdirirlər. İllər ötəcək, bugün yaşadığımız iqtisadi çətinliklər unudulacaq, nə qədər ağır olsa da kövrək xatirələrə dönəcək. Tarixin yaddaşında isə xalqın mənəvi dəyərləri yaşayacaq. Binəqədidəki klub və mədəniyyət evlərində, kitabxanalarda öz istedadını cilalayan cavanların arasından tanınmış ədəbiyyat və incəsənət xadimləri yetişəcək. Onlar doğma yurdu, talihlərinə yazılmış əzəli və əbədi torpağı yeni çalarlarla tərənnüm edəcəklər. Torpaq uğrunda ölən varsa vətəndir deyib müdriklərimiz. 20-ci minilliyin sonunda qəfil üzləşdiyimiz müharibə yaxşıların yaxşısını, ərənlərin ərənini, igidlərin igidini hədəfə aldı. Say seçmə oğullarımız qarı düşmənlə ölüm-dirim savaşına yollandılar. Amma ölümdən qorxmadılar.
ölümün bumbuz nəfəsini hiss etsələr də çəkinmədilər. Hərdən düşünürsən ki, son illərin gərginliyi, iqtisadi, sosial və mənəvi aşınmaları olmasaydı, zorla cəlb edildiyimiz müharibənin ağır acısını yaşamasaydıq, görəsən nə qədər ev ucalar, mədəni maarif ocaqları tiklərdi. Amma görünür, bu da bizim taleyimizdir. Nə qədər acı olsa da onu yaşamağa məcburuq. Binəqədi rayonu da son illər 50 mindən çox qaçqına sığınacaq verib. Onları müvəqqəti mənzillə, iş yeri ilə təmin edib. Torpaqlarımız uğrunda mübarizələrdə şəhid olmuş igidlərin ailəsinə qayğı da heç vaxt unudulmuyor. İgidi olan vətən basılmaz. Bu həqiqəti gec dərk etsək də, hər halda ziyanın yarısından qayıtmaq da ümumi işin xeyrinədir. Milli Qvardiyamızın say-seçmə oğullarının gündəlik tədris və təlim prosesi müasir tələblər səviyyəsində təşkil olunduğundan məzunların yüksək hərbi və fiziki hazırlığı qürur doğurur. İnanırıq ki, bu gənclər lazım gələn anda əmrə müntəzir dayanıb vətən torpağını erməni işğalçı qüvvələrindən xilas edəcəklər. Respublikamızın müstəqillik günü burada təlim keçən gənclərlə görüşə gələn Respublika Prezidenti Heydər Əliyev belə bir ümiddə olduğunu bildirir ki, 90-cı illərin gəncləri müstəqil və demokratik bir dövlətin gələcək qurucuları, qoruyucuları kimi xalqın inan və etibarına layiq olmağa çalışacaqlar. Onların yolu bəlkə də döyüş bölgələrindən keçməyəcək, lakin arxa da bir cəhbədir və bu cəhbənin igid oğullara həmişə ehtiyacı var. Müstəqilliyi, azadlığı qorumaq, yaşatmaq, onu əldə etməkdən qat-qat çətin, ağır və şərəflidir. Rayonun hüquq mühafizə orqanlarının işçiləri bu məsuliyyəti yaxşı dərk edirlər.